Daha axşamınız xeyir olsun müəllimlər. Səs, görüntü hər birinizdə normaldır. Yəni səsim normal gəlir, ekran görüntüsü normaldır. Bəli. Aha, lap yaxşı. Deməli, o zaman bu gün sizinlə baxacağıq Kaspi test toplusundan çevrə üzrə bərabər sürətli hərəkət mövzusunun testlərinə. Chat bölməsi aktivdir. Deməli 1-50 aralığı testləri yazın, səhvlərinizi. 1-dən 50-yə kimi baxaq ki, yəni sırayla baxaq ki, yəni arada qalan olmasın. 50-yə kimi olan suallarınızı yazın müəllimlər, baxaq. Hamı yazsın səhvlərini. Axşamınız xeyir olsun. Burada şeydir, 4-ə bir baxarız. Mən cavabı başqa alıram. Yəni, vadi bir sual. Bu 4-ə bir variant təhsil ekrana. Suallarınızı chat bölməsindən yazın müəllimə. Yəni, elə baxaq, narahat olmayın. Hansını yazacaqsınız, baxacam ona. Axşamınız xeyir müəllimə, necəsiz? Axşamınız xeyir Könül müəllimə, çox sağ olun. Siz necəsiniz? Üzr sayın, gecikmişəm. Heç nə olmaz, eybi yox, narahat olmayın. İndi başlayırıq, zaten indi başlayırıq. Deməli, 4-cü suala baxıram. 4-cü sualda nə deyilir? Çevrə üzrə bərabər sürətli hərəkətdə V bölünsün 2πn ifadəsilə hansı fiziki kəmiyyət təyin olunur? V-nin yerinə müəllimə burada 2πn r yazsaz, yəni bu xətti sürətdir də, çevrə üzrə hərəkətdə. Aşağıda 2πn-imiz var. 2πn-lər gedəcək, burada qalacaq nə? Çevrənin radiusu. Yəni düsturdur bu. Sonra baxıram 25-ci suala. 25-ə qədər yəqin ki, yoxunuzdur. Varsa yazın. Yox, radiusdur. Radiusdur, narahat olmayın. Aha, 25-ci suala baxıram müəllimlər. Deyir ki, zəhmət olmasa kiminsə mikrofonu açıqdır müəllimlər. Səs gəlir, narahat oluram. Zəhmət olmasa mikrofonu bağlayaq. Deyir ki, 25-ci sualda maddi nöqtənin çevrə üzrə devr etmə periodu 4 saniyədir. A vəziyyətini keçəndən sonra 7-ci saniyənin sonunda o harada olacaqdır? Deməli, periodun 4 saniyə olmağı nə deməkdir? Yəni ki, hər bir hissəni, görürsünüz, çevrə 4 bərabər hissəyə bölünüb. Deməli, hər bir hissəni, bu cisim neçə saniyəyə gedib? Baxın, 1 saniyə gedib. Bölüşdürürəm bu. Periodu hissələr arasında, çevrənin hissələr arasında bölüşdürdüm. Mənə də deyir ki, A nöqtəsi, bax, A nöqtəsi də buradır. A nöqtəsini keçəndən sonra 7-ci saniyənin sonunda. Deməli, 7-ci saniyə nə deməkdir müəllimlər? Yəni, bir dəfə tam çevrəni dövr eləyib, 3 saniyə isə geridə, yəni 3 saniyə isə kənarda qalıb da belə deyim. Deməli, bir dəfə gəldi, bax, A-dan A-ya gəlməyə 4 saniyəni sərf elədi. İndi 7-ci saniyənin sonu elə hansı saniyə deməkdir? 7-ci saniyə deməkdir, düzdürmü? Özə diqqət eləyək ki, yəni bu cisim saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Bax, buna diqqət eləyək. İndi bircə dəqiqə gözləyək. Bax, deməli, bax, 4 saniyəmizi getdik. 7-dən 4-ə çıxdım, 3 saniyəm qalıb. İndi 3 saniyəni hər hissəni 1 saniyə gedəcəkdir. Bax, bu istiqamətdə gedir. 1 saniyə bura gəldi, 2-ci saniyə bura gəldi, 3-cü saniyə bura gəldi. Deməli, 7-ci saniyənin sonunda bu cisim hansı nöqtədə oldu? B nöqtəsində oldu. Всё. Axşamınız xeyir Asiyə müəllimə. Axşamınız xeyir olsun Yaza müəllimə. Necəsiz müəllimə? Çox sağ olun, yaxşı olasınız. Şükür, yaxşı olun. Üzrlü sayın internetdə problem var idi, ona görə biraz gec qoşuldum. Eybi yox, narahat olmayın. Cəmi 2 suala baxmışıq müəllimə. Çevrədən hansı suallarınız varsa chat bölməsindən yazın. Oldu müəllimə, oldu. Sonra baxıram 26-cı suala. 26-cı sualda deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtə, bax, A nöqtəsi buradır. A vəziyyətindən B-yə 0,1 saniyə ərzində gəlir. Onun dövr etmə tezliyini tapın. Deməli, müəllimlər, baxın, bu çevrəni 4 bərabər hissəyə bölüblər. 4də 1-ni getməyə 0,1 saniyə gedib. Deməli, hər hissəni 0,1 saniyə gedib də. Deməli, bizim periodumuz olacaq 4 vurulsun 0,1-dən 0,4 saniyə, düzdür? Bizə də deyir, tezliyi tapın. Tezlik də nə idi? Periodun tərsi. Yəni, 1 bölünsün 0,4, bu olacaq nə qədər? 2,5 saniyə üzəri -1. Sonra baxıram 28-ci sualımıza. 28-ci sualımıza görək nə deyilir? Deyilir ki, maddi nöqtənin çevrə üzrə dövr etmə tezliyi 0,125 saniyə üstü -1-dir.
A vəziyyətini keçdikdən sonra 10-cu saniyənin əvvəlində maddi nöqtənin sürəti hansı istiqamətə yönəlmişdir? Bax, tezliyimiz 0,125 saniyədirsə, ilk öncə buradan periodu tapıram. Çünki periodla, belə deyim də, periodu hissələr arasında bölüşdürmək daha rahatdır. 1 bölünsün 0,25, bu olacaq nə qədər? 4 saniyə. Deməli, baxın, çevrədə 4 bərabər hissəyə bölünüb, düzdürmü? Deməli, hər hissəni, kiminsə mikrofonu açıqdır, mənim zəhmət olmasa bağlayaq. Deməli, hər hissəni bu cisim neçə saniyəyə gedib? 1 saniyə gedib, düzdür? İndi bizə də deyir ki, 10-cu saniyənin əvvəlində, bax, bura diqqət edirik. 10-cu saniyənin əvvəli sözü, yəni bu neçə deməkdir? 9 saniyə deməkdir. Baxın, mənlər, 10-cu saniyənin sonu desəydi, baxın, bax, burada bunun üçün belə bir xətt çəkirəm. Bax, bura 9 saniyədir, burada 10-cu saniyədir. Bax, 10-cu saniyənin sonu deyəndə bu elə 10-un üzərinə düşür. Amma baxın, onun əvvəli deyəndə gördünüzmü? Bu 9 deməkdir. Deməli, sizə deyir ki, bu 10-cu saniyənin əvvəli artıq bu sizə nə deməkdir? Yəni, deyir 9-cu saniyədə bu maddi nöqtənin sürətini tapın. Bax, bura diqqətli olaq. Aha, bəli, buna fikir vermək lazımdır Aygül müəllimə. Deməli, indi baxın, periodumuz 4 saniyədirsə, 9 saniyədə, deməli, bu cisim 2 dəfə dövr eləyəcək. Orada nə qalacaq? 8 saniyəmiz gedəcək. Deməli, bizə lazımdır son 1 saniyədə, tam bir dövrdən sonra 1 saniyə. Və bizə deyir A nöqtəsini keçəndən sonra. Baxın, A nöqtəsini keçəndən sonra 2 dəfə dövr elədi. 8 saniyəm getdi. Deməli, 1 saniyəm qaldı da 9 saniyənin tamamlanması üçün. Deməli, o zaman cisim gəlib hansı nöqtədə olacaq? B nöqtəsində olacaq. Və saat əqrəbi istiqamətlə hərəkət elədiyi üçün B nöqtəsində bizim istiqamət, sürətimizin istiqaməti olacaq. Hansı istiqamətdə? Yuxarıya doğru. Yəni, olacaq A variantı. Və buna diqqət edək. Əvvəli, axırı məsələsinə diqqət edək. Aha, sonra baxıram 29-cu sualımıza. Sualımızda nə deyilir? Deyilir ki, 90 dəqiqə ərzində saatın dəqiqə qrəbinin uc nöqtəsinin getdiyi yol yer dəyişməsinin modulundan neçə dəfə böyükdür? Deməli, nədir? Saatın dəqiqə qrəbinin dövr etmə periodunun getdiyi yol, düzdürmü? Saatın dəqiqə qrəbinin uc nöqtəsinin getdiyi yol. İndi saatın dəqiqə qrəbinin uc nöqtəsinin getdiyi yol deyəndə 90 dəqiqə ərzində. Deməli, 90 dəqiqə ərzində dəqiqə qrəbi nə qədər dövr eləmiş olur? Bir tam dövr eləyir, çünki periodumuz 60 dəqiqədə axı. Bir də yarı gedir də, yəni 30 dəqiqə gedir. Deməli, o zaman bizim dövrlərimizin sayı olacaq nə qədər? 1,5. Dəqiqə qrəbinin dövrlərinin sayı olacaq 1,5. Bir dəfə gedəcək, bir də yarı fırlanacaqdır. Deməli, o zaman 1,5-də bizim dövrlərin sayı 1,5-dirsə, deməli, bizim o zaman gəlin gedilən yolumuzu tapaq. Gedilən yolumuzun düsturu nə qədərdir? Necədir? 2 pi r vurulsun n. İndi gəlin yazaq. 2 vurulsun p-nin qiyməti 3, deməli, r-imizin qiymətinə nə yazacağıq burada? Deməli, r-in qiymətini elə r kimi saxlayıram. R-i verməyiblər. N-də 1,5-dir. Deməli, bu olacaq nə qədər? 2 dəfə 3, 6, 6-da 1, 10-da 5-ə vurduq. Oldu nə qədər? 9r. Yer dəyişməmiz nə qədər olacaq müəllimlər? S yer dəyişmə. 1,5 dövrdə, deməli, nə edəcəkdir? 1 tam dövr eləyəcək, gələcək yarı olacaq. 2 nə qədər? 2r olacaq, düzdürmü? 2r. Yarım. Bəli. Bizə deyir ki, gedilən yol yer dəyişmənin moduluna neçə dəfə böyükdür? 9r-imizdə 2-dən neçə dəfə böyük olacaq? 4,5 dəfə böyük olacaq. Всё. Asiyə müəllimə, burada mən elə bir yollardan hesabladım. Elə 90 dəqiqəni 60 dəqiqə plus 30 dəqiqə kimi götürdüm. Yolu da 2 PR üzərinə gəl PR, 3 PR-lə götürüb yolun yer dəyişmə nisbətini 3 PR-in 2-yerə nisbəti ilə hesablamışam. Olar yəni eyni cavab. Olar müəllimə, olar. Doğrudur, narahat olmayın. Aha, deməli bu oldu 29-cu sualımız. 29-dan sonra yazılıb, bir dəqiqə. Ardıcıl gedək 33. Baxaq görək 33 nədir? Mən mikrofonları xahiş edirəm bağlı saxlayaq. Səs olmasın ki, yəni müəllimlərimiz narahat olmasınlar. Deməli 33-cü sualda nə deyilir? Maddi nöqtə çevrə üzrə 3 metr bölü saniyə sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddət ərzində maddi nöqtənin yer dəyişməyə görə orta sürətini hesablayın. Baxın, bu sual həm toplumun sualıdır, həm də güvənin sualıdır. Yəni bunu işləmişik biz, əgər yadınıza gəlirsə. Gəlin, yenə baxaq. Müəllimə, sözünüzü kəsirəm. Orada delta t bərabər 2-də 1 t ilə o düsturunu hesablayıram. Yəni 2-də 1 t, bəli, periodu yazmaq istəsəz, zamanı periodla ifadə eləmək istəsəz, bəli,
T bərabər olacaqdır 2-də 1. Çünki deyir periodun yarısına özü bizə şərt olaraq verir. Ayfer müəllimə, mən elə ondan hesab eləmişəm. Yəni V orta bərabərdir S bölünsün T-dən. S-i 2-yə götürmüşəm. Kiçik T-ndə böyük T bölünsün 2 kimi götürmüşəm. Aha. 2 el vurulsun, 2 bölünsün T, 4 el bölünsün T'dir. Ondan sonra gedə bilməmişəm. Yəni yarımçıq qalmışam orada. Tamam. İndi gəlin baxaq. Bax bunu qeyd elədim ki, periodun yarısına bərabər müddət ərzində. Bax bu deyiləni yazdım. Aha. Deməli bizə deyir ki, bax, çevrə üzrə 3 metr bölü saniyə sürətlə hərəkət edir. Burada yazıram ki, V də bərabər 3. Başqa bizə belə bir şey verilməyibdi, düzdür? İndi biz gəlin gedək. Bax, bu xətti sürətin qiymətini bilirəm, düzdürmü? Amma mənə orta sürət lazımdır. Xətti sürətin düsturunu yazıram. Xətti sürətin düsturu periodla olan düsturunu yazıram. 2 pi bölünsün T düsturunu yazdım. Bir də məndən indi bunu yazdım, gözümün qabağında qalsın. Bir də mənə deyir ki, yer dəyişməyə görə orta sürət. Yəni yer dəyişməyə görə orta sürətimizdə nə olmalıdır? Ortanı tapanda S yer dəyişməni bölməliyəm nəyə? Zamana, düzdür? İndi gəlin baxaq müəllimlər. Yarım periodda yer dəyişməmiz nəyə bərabər olacaqdır? Yer dəyişməmiz yarım periodda 2R-dir də. 2R bölünsün. Lap zamanın yerinə də bax buradan ifadə edirəm. Zamanımız nəyə bərabərdir? 2-də 1 T deyilmi? Aha, zamanın yerinə yazıram. 2R bölünsün 2-də 1 T. Bu 2 də yuxarı qalxanda bu olacaqmı? 4R bölünsün T. Aha, qoyun biraz buraları silim. Aha, 4R bölünsün T. Bax bunu beləcə saxlayıram. Xətti sürətində ifadəsini aldım. Bax burada. Bir dəqiqə. Xətti sürətin ifadəsini almışam. Bir də baxın və ortanın ifadəsini almışam. Bax burada mən nə radiusu bilmirəm, nə periodu bilmirəm. Ona görə ancaq ağlıma gələn şey nədir? Ağlıma gələn odur ki, mən bunları neyim? Tərəf-tərəfə bölüm, düzdürmü? Tərəf-tərəfə böləcəyik. Tərəf-tərəfə böləcəyik. Həm də dedik ki, yer dəyişmənin də yerinə kerini yazmışam. İndi yazıram. Bax, tərəf-tərəfə bölürəm ki, bu əlavə olan radiusdur, perioddur. Bunlar ixtisar getsin. Yazıram. V-nin V ortaya olan nisbəti bərabərdir. V-nin ifadəsi 2 pi r bölünsün T-dir. V orta isə 4R böl T-dir. Böləndə tərsinə vuracam da. Period qalxacaq yuxarı. Bölünsün 4-dir. İndi buradan ixtisarlarımı aparıram. Baxın, R-lər getdi. Periodlar getdi. Qaldı mı eləcə? Nə qalır burada? Deməli, 2 pi bölünsün 4 qalır da. O da olur elə bir pi bölünsün 2. Düzdür? Pi bölünsün 2. Yoxsa burada nəyəsə düz eləmədik. 2 pi, T'lər getdi, R-lər getdi. Hə, 2 pi böl 4 qalır da, düzdür. 1,5. Yox, düzdür. Hə. Aha, bəli, 1,5. P-nin də yerinə bax, qiymətini yazdım. 3, 3-ü 2-yə böldüm, 1,5. Всё. Deməli, V-nin V ortaya nisbəti 1,5-dir. V-nin də qiymətini bilirəm də 3-dür. V-nin yerinə yazdım 3, bölünsün V orta, bərabərdir 1,5. Buradan da V ortanı taparam da, artıq bir məhsullu bir kəsrə gəldim. Deməli, V ortanı da tapanda 3-ü böləcəm 1,2-yə, 1,5-ə, o da olacaq nə qədər? 2 metr bölünsün saniyə. Всё. Deməli, nə elədim müəllimlər? İlk öncə mənə sadəcə xətti sürətin qiyməti verilib. Bir də mənə ipucu olaraq verilir ki, periodun yarısına bərabər olan müddət ərzində yer dəyişməyə görə orta sürəti tap. Всё. Bax, verilənlərim sadəcə bunlardır. Bu verilənlərə görə mən həm xətti sürətin düsturunu yazdım, həm də V ortanı yazdım. V ortanı yazanda sadəcə nəyi aldım? Nəyi nəzərə aldım? Ki, yer dəyişməsi nə qədərdir yarım periodda bu cismin? Nəzərə aldım ki, 2-yə bərabərdir. Yarım periodda cismin yer dəyişməsi 2-dir. Zamanda periodla ifadə elədim. İfadəni aldım ki, 4R bölünsün T-yə bərabərdir orta sürətin ifadəsi. Və bir də mənim xətti sürətimin ifadəsi var da, 2 pi r böl T. Bax, burada mən nə radiusu bilmirəm, nə periodu bilmirəm. Burada başqa bir yolum yoxdur da. Ancaq tərəf-tərəfə bölürəm ki, bu lazım olmayanlar, məhsul olanlar ixtisar getsin. Məhsul olanları da ixtisar eləyəndə, bax, bu V bölünsün V orta üçün 1,5 qiymətini aldım. V-nin də qiymətini bilirəm, axı burada mənə veribdir ki, 3-dür. 3 bölünsün V orta bərabər 1,5-dən V ortanı tapdım ki, 2 metr böl saniyəyə bərabərdir. Aydın oldu mu müəllimlər? Mənim bir şey deyə bilərəm. Əlbəttə, Aygün müəllimə, buyurun. Mən bunu elə biraz qısa olanı yazmışam. V bərabərdir 2 pi r böl T. Buradan T-yi tapmışam. 2 pi r bölsün V. Axı T-imiz də elə bir balaca T-imiz T böl 2-dir. Aha. T-in yerinə o 2 pi r bölünsün V-yi yazıb V ortada da yerinə qoymuşam. Aha. Deməli. Elə bir balaca T bərabərdir, böyük T bölünsün 2. Aha. T-in yerinə, böyük T-in yerinə yazmışam 2 pi r bölünsün elə bir 2V. Aha. O da pi r bölünsün V olur. V ortanın da yerinə S ümumi bölünsün T. 2V r bölünsün pi r. Oradan da
qoyub yerinə yazmışam. Aha. Siz də başqa cür əvəzləmə aparmısınız da, elə bil ki, müəllimə, siz elə bir T-ni tapıb əvəz eləmisiniz. Olar. O da, Aha, olar, o da T-ni olar. tapıb Hə, eləmişəm. siz T-ni tapıb eləmisiniz, o da olar. Elə bil ki, biz tərəf-tərəfə bölmüşük, siz sadəcə birinin yerinə o birisini qoyub yerə yazmısınız. Olar. Bəli. Olar, Yaxşı, olar. sağ ol. Sağ olun. Bu 33-cü sualımız idi. Baxın görüm 33-dən sonra nə yazılıb? 35, 36 yazılıb. 35. 35-də nə deyilir ki? Deməli 35-də deyilir ki, o mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanan A, B və C nöqtələrinin xətti sürətləri arasındakı hansı münasibət doğrudur? Deməli bu nə deməlilər? Bu iç-içə çevrələrdir də. İç-içə çevrələrdə biz bilirdik ki, deməli val qeydiyyatımız belə idi, qeydimiz val R-lə necə idi? Düz mütənasib asılı idi. İndi baxıram ki, baxın B ilə C eyni çevrənin üzərindədir də. Bunların radiusları eynidir. O zaman yazaram ki, VB bərabərdir VC-yə. İndi bir də B ilə A-nı və yaxud da ki, C ilə A-nı müqayisə edirəm. Baxıram ki, mərkəzdən A nöqtəsi daha uzaqda yerləşir. Deməli, A nöqtəsinin xətti sürəti böyük olacaq B nöqtəsinin xətti sürətindən. Və A da böyük olacaq. B ilə C isə bir-birinə bərabər olacaq. Mərkəzdən uzaqda yerləşən çevrənin xətti sürəti daha böyük olacaq. Çünki onun radiusu daha böyükdür. Ona görə. Deməli, cavabımız olur D variantı. Sonra keçirəm 36-cı sualımıza. O 36-da nə deyilir? Deyilir ki, deməli, o mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanan disk üzərindəki A və B nöqtələri, bax, deməli, A nöqtəsi buradır, B nöqtəsi də buradır. A və B nöqtələri arasındakı məsafə 20 cm. Onların xətti sürətlər fərqi isə 3 metr/saniyədir. Diskin dövrətmə tezliyini hesablayın. Bu məsələdə toplumun məsələsidir, müəllimlər. Deməli, bizə nə verilibdir? A və B nöqtələri arasındakı məsafə, bax, bu məsafəni bizə veribdir. Onların xətti sürətlərinin fərqini də verib, yəni söhbət A və B nöqtələrindən gedir. Dövrətmə tezliyini tapın. Məsələn, mən buradan tez ağlıma gəlir ki, mən bunu belə yaza bilərəm. Delta omega bərabərdir. Delta V bölünsün delta R. Bilirsiniz nəyə görə? Çünki xətti sürətlərin fərqi 3-dür A və B nöqtələrinin. Bir də alar arasındakı məsafə 20 cm-dir. Elə bunu delta V böl delta R şəklində yaza bilərəm də. Delta V 3-dür. R-imiz də 20 cm-dir. Metrə keçəndə olacaq 0,2. 30-u da elə bir 2-yə bölürsünüz də burada. Bu olacaq 15. Bu omeqanı tapdım burada. Mənə isə deyir ki, dövrətmə tezliyini tap. Omeqanın dövrətmə tezliyinin olan düsturuna görə n bərabər omega bölünsün 2pi. Omeqanın qiyməti 15. P-nin də qiymətini yerə yazsam 2 vurulsun olacaq 3. Deməli 15-i də 6-ya böləndə bu da olacaq nə qədər? 2,5 saniyə üzəri -1. Yəni sadəcə birinci omeqanı tapırsınız, deməli dairəvi tezliyi tapırsınız. Ondan sonra isə dövrətmə tezliyini tapmış olursunuz. Bucaq sürətini daha doğrusu. Deməli bu da oldu 2,5 metr bölünsün saniyə. Sonra keçirəm 37-ci sualımıza. Müəllimə 37-dən baxdım, mən variant səhv yazmışam, yəni ona ehtiyac olmadı. Sağ olun. Aha, yaxşı. Deməli 37-yə baxmırıq. Sonra baxın. Olmasa baxardı, çünki müəllimə qeyd eləmişdi, mən qeyd eləmədim. Yaxşı. 37-ni deyirsiniz. Tamam. Bəli, müəllimə qeyd eləmişdi, ona görə mən qeyd eləmədim. Yaxşı, baxın. Deməli, o mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələrinin dövrətmə periodlarının TA bölünsün TB və xətti sürətlərinin VA bölü VB nisbəti nəyə bərabərdir? Baxın, indi gəlin burada tez nöqtələri qeyd edək, daha nəzərimizə çatsın. Bax, bu B nöqtəsi buradadır, A nöqtəsi buradadır. Mənə deyir ki, həm periodlar nisbətini tapın, həm xətti sürətlər nisbətini tapın, düzdür? Deməli, biz nə bilirdik, müəllimlər? Burada TA bölünsün TB nisbəti diskdir də. Bunların deməli periodlarıdır, bucaq sürətləridir, tezlikləridir, bərabərdir, düzdürmü? Ona görə elə birbaşa tez yazıram ki, TA-nın TB-yə olan nisbəti ilə bərabər 1. Deməli, bunu yazdım. Deməli, bizə qaldı nə? Xətti sürətlərin nisbətini tapmaq. O zaman yazıram. VA-nın VB-yə olan nisbəti bərabərdir. Val R-lə düz asılı idi. Deməli, ona görə yazıram nə? RA-nın RB-yə olan nisbəti. Aha, RA-nın baxın, radiusu nə qədərdir? Bax, o nöqtəsindən A-ya qədər 3 R-dir.
3R yazdım. RB-də isə baxın R qədərdir. Deməli 3R-i də R-ə böldük oldu 3. Deməli TA-nın TB-yə olan nisbəti 1-dir, VA-nın VB-yə olan nisbəti isə 3-dür. Deməli 1 3 B bəndi. Asil müəllimə, mən burada V bərabərdir 2pi R bölünsün böyük T düsturuna yazmışam. Burada V deməli R-lə düz mütənasibdir. Aha, bəli. Və R-lə düz asılıdır. Bəli, bəli. Və R-lə düz asılıdır. Biz birbaşa asıllıq şəklində yazdıq da müəllimə. Çünki bizim qeydimiz vardı. Yadınıza gəlir. Sürət, təcil və gedilən yol, bəli, R-lə düz mütənasib asılı idi. Val R-lə düz asılı. Aha, siz də sağ olun. Sonra 37-dən sonra keçirəm 52-yə. Aha, 52-də nə deyilir? Deyilir ki, baxaq 52, deyilir ki, mərkəzə qaçma təcilinin çevrənin radiusundan asıllıq qrafikindəki hansı nöqtəyə uyğun bucaq sürətinin qiyməti ən böyükdür. Deməli, baxırıq ki, A verilib, R verilib, yəni mərkəzə qaçma təcilidir, radiusdur və bizdə də bucaq sürəti istəyir. Deməli, bucaq sürətinin elə bir düsturunu seçməliyəm ki, orada omega olsun. A bərabər omega kvadratı R. Buradan omeganı tapanda omega bərabər olacaq. Kökün altında A bölünsün R. Yəni, bucaq sürətinin ən böyük qiymətidir, düzdürmü? Baxırsınız ki, müəllimlər, bax, buradan nə nəticəyə gəlirsiniz? Buradan o nəticəyə gəlirsiniz ki, bucaq sürəti həm təcillə, həm radiusla kök altı asılıdır və A-nın R-dən asılılığı da özü ilə bir-birindən düz mütənasib asılıdır. Demək, ona görə bütün nöqtələrdə bucaq sürətlərinin qiyməti nə olacaq? Eyni olacaqdır. Çünki təcil və radius bir-birindən düz asılıdır. Baxın, görürsünüz, düz mütənasib asılılıqdır. Ona görə bu 1 nöqtəsində, 2 nöqtəsində, 3-də, 4-də hamısında eyni qiymət alacaqsınız. Bütün nöqtələrdə olacaq eyni. Sonra baxıram 53. Müəllimə, həmişə deyirlər, iki kəmiyyətin asılılığı varsa, üçüncü kəmiyyət sabit götürülür də. O cür fikirləşmək olar yəni də. Necə Mirvari müəllimə? Bəli, o doğrudur. Məsələn, bir düsturda bir İki kəmiyyətin asılılığı varsa, hökmən üçüncü kəmiyyət sabit qalır. Bəli, üçüncü kəmiyyət. O nöqteyi nəzərdən eyni yazdım. Hə, bəli, o da olar eyni. Sonra baxırıq ki, məsələn, deyirsiniz ki, bax, düz mütənasib asılılıqdır da, bu aynən R-in asılılığı. Düz mütənasib asılılıqsa, bu hər zaman eyni qiyməti verəcəkdir. Məsələn, bir nöqtəsində də eyni qiymət alacaqsınız, 2-də də, 3-də də, 4-də də. Müəllimə, bu aynən düz R-lə tərs olduğu üçün elə bir omega sabit qalır da. Düzdür, aynən Hamısında R, eyni müəllimə, aynən R, bax, bu təcillə radius özləri bir-birindən düz mütənasib asılıdır. Görürsünüzmü? Ona görə omega sabit qalacaqdır. Məsələn, bax, siz bura tutaq ki, 1-ə uyğun qiyməti, bax, həm təcili, həm radiusu bir-birinə bölsəz, eyni qiymət alacaqsınız. Ona uyğun olaraq 2-yə olan qiyməti bir-birinə bölsəz, eyni alacaqsınız. Çünki nəyə görə? Aynən R, bax, görürsünüz, biz həmişə, məsələn, elə kəmiyyətlər olur, deyir ki, düz mütənasib asıllığın üstündə olan nöqtələrdə qiymətlər bərabər olurdu. Çünki niyə? Bir-birinə bölürük, eyni qiyməti alırıq da. Düz mütənasib asılıdır axı. Biri nə qədər artırsa, o birisi də o qədər artır. Məsələn, 1-dən 2-yə keçəndə, 1 nöqtəsinə, 2 nöqtəsinə keçəndə radius neçə dəfə artırsa, ona uyğun olaraq təcil də o qədər artmış olur. Ona görə yenə onları bir-birinə böləndə ixtisar olunur, yenə eyni cavabı almış oluruq. Bildim müəllimə. 53-də Hə, indi gəlin 53-də, indi gəlin baxaq. Bax, deyir ki, xətti sürət. Bəli. Çatıram. Bunda V bərabərdir, kök altında A vurulsun, R yazmışam. Bəli, çünki burada da iki nöqtələrdə. Çünki A bərabər V kvadratı bölünsün R-dir. Buradan V-ni tapsaz olacaq. Kökün altında A vurulsun R. İndi baxın müəllimə, burada artıq kökün altında A vurulsun R. Bunlar bir-birindən hasil şəklindədir. Məsələn, bax, A-nı R-ə vuranda bir nöqtəsində, A-nı R-ə vuranda daha kiçik qiymət alacaqsınız. Amma iki nöqtəsindəki A-nı R-ə vuranda daha böyük qiymət alacaqsınız. Sizə də deyir ki, xətti sürət ən böyükdür. Yəni, ən böyük olması üçün həm A böyük olmalıdır, həm R böyük olmalıdır. Ona görə də, bax, 4-də, bax, yuxarıdakı misalda bir-birinə bölürdünüz A-nı R-ə bölürsünüz. Düz mütənasib asılılıq, bir-biri özləri bir-birindən düz asılıdır. Amma burada görürsünüz, bölmək yoxdur, vurmaq var. Vurmaq var olanda daha böyük qiymət alırıq da. Kiçik ədədi böləndə kiçik alırıq, böyüyü böyüyə vuranda böyük ədəd alırıq. Ona görə V-nin böyük olması üçün 4 nöqtəsini seçirəm. Çünki 4 nöqtəsinə uyğun olan təcil, 4 nöqtəsinə uyğun olan radius daha böyükdür. Ona görə də onları bir-birinə vuranda daha böyük qiymət alacağam. Ona görə cavabımız olacaq Y variantı. Sonra 53-dən sonra baxıram 56-ya.
56-da nə deyilir? Deyilir ki, dövrətmə periodunun müxtəlif qiymətlərində mərkəzə qaçma təcilinin çevrənin radiusundan asıllıq qrafikləri verilmişdir. Hansı qrafikə deyir? Uyğun dövrətmə periodu ən kiçikdir. Dövrətmə periodunun ən kiçik qiyməti lazımdır və təcillə radiusuna var. Deməli, ona görə mən periodun təcil olan düsturunu yazıram. A bərabərdir 4 pi kvadratı r bölünsün t kvadratı, Bölünsün düzdür? t kvadratı. İndi mən buradan t-ni tapsam, t nəyə bərabər olacaq? Kökün altında 4 pi kvadratı r bölünsün a. İndi Bölünsün a-ya. aha, deməli mənə deyir ki, dövrətmə periodu ən kiçik olsun. İndi baxın mənlər, baxın, burada a-nın r-ə olan nisbəti. Məsələn, bax, tutaq ki, mən burada bir düzbucaqlı üçbucaq qursam, Aysən, burada a-nın bəli, r-in a, məndə bax periodda r bölünsün a-dır. Amma mən düzbucaqlı üçbucaq quranda a bölünsün r tangensi verir. Deməli, ona görə r bölünsün a bizə nəyi verəcək? Kökün altında kotangens alfanı verəcək. Biz də bilirik ki, kotangens alfa bucaqla tərsin tənasibdir. Periodun ən kiçik olması üçün deməli nə olmalıdır? Bucağın ən böyük olan olmalıdır. Bucağın ən böyüyü də hansıdır? Baxın, 1-dədir də, 1-ə uyğun bucaq ən böyükdür. Deməli, ona görə periodun ən kiçik olması üçün ən böyük bucağı seçməliyəm. O da T1-ə uyğundur. Sonra baxıram, deməli, bu 56 idi. Sonra baxıram 61-ə. 61. 2 dəqiqə. 61-də nə deyilir? Deyilir ki, sabit radiuslu çevrə üzrə hərəkət edən, deməli, maddi nöqtənin mərkəzə qaçma təcilinin dövrətmə tezliyindən asıllıq qrafiki verilmişdir. Çevrənin radiusunu hesablayın. Yəni, bu a bərabərdir 4 pi kvadratı n kvadratı r. Buradan da radiusu tapıram da, r-i tapanda a-nı bölürəm 4 pi kvadratı n kvadratına, düzdürmü? O da bərabər olacaq. Deməli, buradan hər hansı, məsələn, a-nın, tutaq ki, bu nöqtəni götürürəm. A-nın bu nöqtəyə uyğun qiyməti 4 bölünsün. 4 vurulsun, pi kvadratının qiyməti 10. Bir də mənə lazımdır tezlik. Tezlik də 1-dir, 1-in kvadratı olacaq 1. Deməli, bu da olacaq 0,1 metr. Bu da bərabər olacaq 10 santimetr. Bəli, bu sırf düsturu idi. Bunu, yəni, rahat sual idi bu. Sonra baxıram, deməli, 62-yə. 62-də nə deyilir? Maddi nöqtənin çevrə üzrə dövrətmə periodu 4 saniyədir. Deməli, hər hissəni bu cisim 1 saniyəyə gedib. Bölüşdürdüm 4 saniyəni. A vəziyyətini keçəndən sonra, A vəziyyətdə buradır. 7-ci saniyənin sonunda, 7-ci saniyənin sonu deyirsə, deməli, neçənci saniyədir? 7-ci saniyədir. İndi bizə deyirik mərkəzə qaçma təcili. 7-ci saniyə deyilsə, müəllimlər, deməli, periodum da 4-dür. Deməli, 1 dövr eləyəcək, 3 saniyəmiz artıq qalacaq. Deməli, 1 dövr elədim, 4 saniyə gəldi. İndi 3 saniyəni bölüşdürürəm. Bax, 1 saniyə burada oldu, 2-ci saniyə də burada oldu, 3-cü saniyə də burada oldu. İndi burada mərkəzə qaçma təcili, bax, mərkəzə qaçma təcili hər zaman mərkəzə doğru yönəlir. Deməli, bax, bu da olacaq hansı? D variantı. Sola doğru yönələcək, mərkəzə doğru. Aha, sonra deməli, 62-yə baxdıq. 63 var. 63'də də, 61'də də bir dənə baxın. Baxaq. Aşağıya doğru da durur. Aha, baxaq bircə dəqiqə. 63-cü sualda deyilir ki, maddi nöqtənin çevrə üzrə dövrətmə periodu 2 saniyədir. Deməli, hər hissəni bu cisim neçə saniyəyə gəlib? 0,5-ə gəlib. 4 hissəyə böldüm. A vəziyyəti də buradadır. A vəziyyətini keçəndən sonra 6-cı saniyənin əvvəlində, 6-cı saniyənin əvvəli deyirsə, deməli, bu oldu 5 saniyə. 5 saniyə. Mərkəzə qaçma təcili, düzdürmü? Deməli, 5 saniyə fırlanma üçün period 2 daxil. Bu cisim 2 dəfə dövr eləyəcək. 1 saniyəsi isə artıq qalacaq, düzdür? İndi gəlin, bax, 2 dəfə dövr elədi. 1 saniyəni gəlmək üçün 0,5-i bura gəldi, 0,5-i bura gəldi. 1 saniyəni burada deməli tamamladı. Deməli, o zaman, bax, cisim gəlib çıxacaq bu nöqtəyə. Bu nöqtədə sürətin istiqaməti olacaq aşağıya doğru, təcilin istiqaməti olacaq mərkəzə doğru. Deməli, bu da hansı olur? Sürət aşağı, mərkəzə qaçma təcili bu tərəfə. Bu da olacaq Y variantı. 63, sonra baxıram 64-də. 64-də nə deyilir? O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərindəki
A nöqtəsinin mərkəzə qaçma təcili A-dır. Bax, A nöqtəsi buradır. Buranın təcilini bizə A verib. B nöqtəsinin deyir mərkəzə qaçma təcili nə qədər olacaq? Yenə deyirik, val R-lə düz asılıdır. Ona görə yazıram, A nöqtəsinin mərkəzə qaçma təcilinin B nöqtəsinin mərkəzə qaçma təcilinə olan nisbəti bərabərdir. A nöqtəsinin radiusunun B nöqtəsinin radiusuna olan nisbəti. Mənə deyir ki, A nöqtəsinin mərkəzə qaçma təcili A-dır. A nöqtəsinin mərkəzə qaçma təcilini yerinə yazdım. A. B nöqtəsini bilmirəm, elə onu istəyirlər məndən. A nöqtəsinin radiusu baxın, buradan bura qədər 2R-dir. B nöqtəsinin radiusu buradan bura qədər R qədərdir. R-lər də ixtisar getdi, qaldı 2. Deməli, B nöqtəsinin təcili olacaq A böl 2 qədər. Всё. Ayşər müəllimə. Bəli. Mən burada omega bərabər A bərabər omeganın kvadratı R yazmışam qısaca da. A R-lə tərs mütənasibdir. Belə götürmüşəm də. A bərabər omega kvadratı R olanda A R-lə düz asılı olur axı müəllimə. Və elə bu düz asıllıq buradan gəlir də o düsturdan. Bu düz mütənasib asıllıqdır. Bəli, buradan axı tərs olmur axı. A bərabər V kvadratı böl R yazsaz A ilə R tərs asılıdır. O da biz burada o düsturdan istifadə edə bilmirik. Çünki biz deyirik axı iki kəmiyyəti müqayisə etmək üçün mütləq üçüncü kəmiyyət sabit qalmalıdır. Bu iç-içə çevrələrdə omega sabit qaldığı üçün biz burada A bərabər omega kvadratı R-dən istifadə edirik ki, omega sabit olanda A ilə R bir-birinə düz asılıdır. Yəni bu asıllıq bax elə bu düsturdan gəlir. Mən səhv yazmışam. Çox sağ olun. Siz sağ olun. Sonra deməli baxıram 63, 64-ə baxdıq, baxıram 67-yə. Görək 67 nədir? Aha, 67 deyilir ki, o mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərindəki B nöqtəsinin mərkəzə qaçma təcili A-dır, A nöqtəsinin mərkəzi. Bax, eyni sualdır. Yenə düz münasib asıllığı qrup yazacaqsınız. Artıq bunu özünüz yazın müəllimə. Eyni şeydir. 67 ilə bayaq baxdığımız 64 eyni şeydir. Günel müəllimə. Bunu özünüz yazarsınız. Düz münasib asıllıq qrup yazacaqsınız. Siz də sağ olun. 67. Sonra baxıram, görün bu 68 nəymiş? 68-ə baxaq. O mərkəzi ətrafında bərabər sürətlə fırlanan diskin üzərindəki, bax deməli A nöqtəsi buradır, B nöqtəsi də buradır. A və B nöqtələri arasındakı məsafə 20 sm-dir. Aha. Onların mərkəzə qaçma təcillərinin fərqi isə 20 metr böl saniyənin kvadratıdır. Diskin bucaq sürətini hesablayın. Bax buna bir növ buna aid bayaq bir məsələyə baxdıq. Eyni şeydir. A bərabər omega kvadratı R. Aha, delta omega ilə yazaram. Bizdən elə nəyi bucaq sürətini istəyir də. O da olacaqmı elə kökün altında delta A, yəni bucaq çünki fərqini verib də bizə təcillər fərqini. Delta A bölünsün delta R. Bildinizdə bu düstur hansı düsturdur? A bərabər omega kvadratı R-dir. Buradan sadəcə mən omeganı tapdım. O da bərabər olacaq. Deməli kökün altında təcillərin fərqi 20, aralarındakı məsafə 20 sm-dir. Mən də onu metrə çevirirəm, olur 0.2. Deməli bu da 200-ü elə bil 2-yə bölürük də 100, 100-dən də çıxır 10. Deməli 10 radian bölünsün saniyə. Yəni bax burada təcillər fərqi deyəndə, aralarındakı məsafə deyəndə deltalarla yazsaz birbaşa cavab alacaqsınız. Yəni bunu nə bilim A1 çıxılsın A2 və yaxud da ki belə yaza bilərsiniz. R2 çıxılsın R1 falan kimi yaza bilərsiniz. O biraz uzun gedir. Bax ən rahatı deltalarla yazmaqdır. Dəyişmələri, fərqi. Sonra 60. Mən bunu görə ala bilmirdim cavabı. Siz yəni bu düsturu yaxşıdır. Çox rahat çox qayda. rahatdır, çox rahat. Yadınıza gəlir, buna aid bayaq bir dənə də başqa bir sual belə bir şey yazdıq. Xətti sürətə aid yazdıq. Bax bu çox rahatdır. Bununla elə birbaşa cavabı almış olursunuz. Yəni məsələn elə də yaza bilərsiniz ya, R2 çıxılsın R1, A2 çıxılsın, çox uzun gedir. İfadə eləmək, yəni bir-birini əvəz eləmək falan gərək, yəni əməli başlı gərək orada belə hesablamalar gedir. Bundan birbaşa cavab alırsınız. Bu 68. Sonra keçirəm 69-a. Deməli, iki disk toxunaraq sürüşmədən fırlanır. Müəyyən müddətdə B diski N dövr eləyirsə, bu B diski bu böyük olan diskdir.
B diski n dövr eləyirsə, A diski hansı istiqamətdə və neçə dövr eləyəcəkdir? Deməli, müəllimlər, bu qarşılı ötürmə qanunlarıdır da. Deməli, o zaman biz necə yaza bilərik? Dövrlərin sayı ilə radiusları əlaqələndirək də. Düzdürmü? Dövrlərin sayı ilə biz dedik ki, qarşılı ötürmədə bir dənə period radiusla düz asılı idi. Qalanları tərs asılı idi. Ona görə belə yaza bilərəmmi? Məsələn, n-b-nin n-a-ya olan nisbəti bərabər r-a-nın r-b-yə olan nisbəti. Düzdür? İndi o da bərabər olacaqdır. Bizə deyir ki, B diski n dövr edir. Yox, bərabər qoymayayım. Elə bunu gəlin ayrı-ayrılıqda yazaq. n-b-nin yerinə yazıram n. Çünki mən özü şərt olaraq verib ki, B diski n dövr edir. B-nin yerinə n yazıram. A-nı bilmirəm də, elə A lazımdır mənə. Deməli, A diskinin radiusu nə qədərdir? R qədərdir. B diskinin radiusu 3R qədərdir. Deməli, buradan da R-lərimiz ixtisar gedəcək, qalacaq 3-dədir. Deməli, buradan belə çıxır ki, A diski 3 dəfə B diskindən daha çox dövr eləmiş olur. Düzdürmü? 3-ni tapdıq ki, A diski 3-in dövr eləyəcəkdir. İndi gəlin baxaq görək, bəs hansı istiqamətdə dövr eləyəcəkdir? Bax, indi siz bunu bir təsəvvür eləyin. Bax, bu disk bu formada belə gəlir də, belə-belə bu formada fırlanır. Bax, bu disk bu formada fırlananda, bu birisi buna yapışıq, belə bitişikdə axı. İstərsəmiz məcbur eləyəcəkmi ki, bu da bax, bu istiqamətdə fırlansın. Deməli, B diski saat əqrəbinin əksinə gedəndə, bunu məcbur eləyəcək ki, buna birləşib axı. Bu disk isə bir istiqamətində hərəkət eləsin. Bax, belə bu formada. Bax, belə-belə hərəkət eləyəcək. Bu belə gedəcək. Bu belə gedəcək. B diski saat əqrəbinin əksinə gedəndə A diski saat əqrəbi istiqamətində gedəcək. Deməli, bir istiqamətində dövr eləyəcək bu balaca disk və 3M dövr eləyəcək. Burada Aysel müəllimə, B diski saat əqrəbinin əksidirsə, A-nın saat əqrəbi istiqamətində əksidir. Bəli. Həmişə belədir. Yəni bu birləşik, belə deyək də, bitişik disklərdə siz bunu bir təsəvvür eləyin müəllimə. Elə bilin ki, 2 dənə diskdir. Bax, siz bunu bu formada hərəkət elətdirsəz, məcburdur bu birisi də bu forma fırlana. Sadəcə bu böyük disk artıq saat əqrəbinin əksinə getmiş olur. Bu balaca saat əqrəbi istiqamətində getmiş olur. Çarxlar kimi də sanki. Bəli. Və elə bilin ortadan bunu bir ip bağlayıb belə dartmısınız aşağıya doğru. Görürsünüz, ikisi də belə aşağıya doğru gələcək. Bax, belə bu istiqamətdə fırlanacaqlar. Sadəcə olaraq bu birisi belə fırlanmış olacaq. Saat əqrəbinin əksinə. Bir isə saat əqrəbi istiqamətində. İstiqamətini tapa bilmirdim mən. Hə. Başa düşdüm. Çox sağ olun. Siz də sağ Bir olun. də müəllimə, mən başa düşməmişdim bu qarşılı ötürmə olduğunu. Qarşılı ötürmənin əslində qarşılı ötürmədir. Mən o saçlıdır. Bunun toxunan olduğunu, qarşılı olduğunu. Və bu birləşik olan disklərdə qarşılı ötürmə qanunlarına tabedir. Onu bilmirdim. Çox sağ olun müəllim. Siz də sağ olun. Buna aid suallar hamısı bu tipdə gedəcək. Bəli. 3 dənə idi hardasa, onların üçündə yaza bilməmişəm. Hamısı bu formada gedəcək. Məncə bunu mən PDF-də yazmışdım, Belə bir şey göstərmişəm elə bir PDF-də, yoxsa yoxdur? Qarşılı ötürmə kimi qanunlarına tabe olduğunu qeyd eləmisiniz. PDF-də var. Yaxşı. Deyirəm də nəsə. Yəqin ki, yazmış olaram. Tamam. Deməli, bu 69-cu sual oldu. Baxın, görüm sonra nə hansı sualımız var? 73. 73. Bax, bu da eyni ilə. Bax, bu nəyə aiddir? Qarşılı ötürmədir. Bu asandır. Yəni, bunu özünüz yaza bilərsiniz. Bu bildizdə eyni şeydir. Yəni, dövrlər sayıdır. Dövrlər sayına radiuslar bir-birinə necə asılıdır? Tahirə müəllimə, tərs mütənasib asılıdır. Ona görə nə yazacaqsınız? Yəni, eyni qaydanı yazacaqsınız. Məsələn, N-A-nın B-yə bərabərdir R-B-aya. Asyon, füsyon. R-B-nin R-aya, füsyon. Aydın oldu Tahirə müəllimə? Yadınıza düşdü bu? Bu bitişik disklərdə qarşılı ötürmə qanunlarına tabedir. Yəni, heç bir fərqi yoxdur. Sonra 79-a baxıram. 73, 79 yazılıb. 73, 79. Baxaq. Deməli, çevrə üzrə hərəkət edən iki cismin radius vektorunun dönmə bucağının zamandan asılılıq qrafikləri verilmişdir. Qrafiklərə uyğun hansı ifadələr doğrudur? Gəlin görək hansı ifadələr doğrudur. Baxıram ki, burada cavablarda bucaq sürəti var, dövr etmə periodu var və tezlik var. Gəlin indi bucaq sürətlərinə baxaq. Çünki f-nin t-dən asıllığıdır da. Məsələn, omega 1-i birinci qrafikdə, yəni birinci cismin bucaq sürətini hesablayası olsaq, bax bu nöqtədə
baxıram ki, deməli omega 1 üçün mən nə edəcəm? Fini t-yə böləcəm də. 6-nı böldüm 2-yə oldu 3. Deməli birinci cismin omegası oldu 3 radyan böl saniyə. İndi ikincini tapıram. Omega 2-də də ikinci cisimdə isə deməli nə olacaqdı? İkinci cisim üçün artıq dəyişmə olacaq. Dəyişmə daxı bu 6-dan 3-ə, bəli, 3-ü böləcəksiniz. 2-yə olacaq 1/5. Gördünüzmü? Bucaq sürətləri fərqlidir. İndi periodlara baxa bilərəm. Periodları tapanda T1 bərabərdir. Məsələn, 2 pi-ni birinci dəfə omega 1-ə bölərəm. Deməli, 2 pi-ni omega 1-ə böləndə bu oldu 2. Çünki 6-nı 3-ə bölürsünüz də. T2-ni tapanda 2 pi-ni böləcəksiniz omega 2. 6-nı 1/5-ə böləcəksiniz, olacaq 4. Periodlarını da tapdıq. Deməli, indi gəlin tezliklərini tapaq. Birinci N1-i tapanda indi omeganı 2pi, omega 1-i 2piyə böləcəyik, eləmi? Bu da olacaq 2-də 1, 0,5. N2 də olacaq 0,25. Gedə bilərik. Periodun elə qiymətlərini yerinə qoyub hesablayaq. 1/t ilə gedək. Hə, elə yazdım da 1 bölünsün 2, 0,5. Hə, əvvəlcə birinci aklıma gəldi, sonra fikirləşdim ki, periodun qiymətini bilirəm də. 1 bölünsün 2, 0,5, 1 bölünsün 4, 0,125. Всё. Deməli, indi gəlin baxaq görək hansılar düzdür. Deyir, birinci cismin bucaq sürəti 3 radyan böl saniyədir. Doğru. İkinci cismin bucaq sürəti 3, bu yanlışdır. Birinci cismin dövrətmə periodu 4-dür. Yanlışdır. İkinci cismin dövrətmə periodu 4, doğrudur. Birinci cismin dövrətmə tezliyi 0,5, doğrudur. İkinci cismin dövrətmə tezliyi 0,5, yanlışdır. Deməli, 1, 4 və 5. Aha. Deməli, bu da oldu 79. Sonra baxırıq 80-ə. Görək 80-də nə deyilir? Aha. Mən mikrofonu bağlayaq, zəhmət olmasa. 80-də nə deyilir? Bax, bu da yenə qayışlı ötürmədir. Nə olsun ki, yəni bu görürsünüz, ipləri belə tərsinə birləşdiriblər. Qayışlı ötürmədir. İndi deyir ki, 2 çarx qayışlı ötürmə ilə bərabər sürətlə fırlanır. Doğru ifadələri göstərin. İkinci çarx deyir, saat əqrəbin hərəkət istiqamətində, xətti sürətlərini istəyir, mərkəzə qaçma təcillərini istəyir. Gəlin baxaq və hətta burada dövrlərin sayını istəyir. Gəlin elə bir-bir baxaq, ya hesablayaq, sonra uyğunlaşdıraq. Yeni müəllimlər nə yazacağam? Dövrlərin nisbəti radiusların tərs nisbətinə bərabərdir. Yazıram. N-A-nın NB-yə olan nisbəti bərabər RB-nin R-A-ya olan nisbəti. O da bərabər olacaqdır. Deməli, B diski balaca diskdir. Onun radiusu R qədərdir. A diski böyük diskdir. Onun da radiusu 2R qədərdir. Bu da bərabər oldu 2-də 1-ə. Deməli, NB yazıram bərabərdir 2NA-ya. Bunu bir qeyd elədim. Və yaxud da ki, belə də yaza bilərik də N2 bərabər 2N1. Fərqi yoxdur. N2 bərabər 2N1. Belə də qeyd elədik. Sonra məsələn burada var təcillərin gördüm. Aha, indi gəlin təcilləri tapaq. Yenə A diskinin təcilinin B diskinin təcilinə olan nisbəti bərabər olacaqdır. Tərs nisbəti yenə. R-B-nin R-A-ya olan nisbəti. Bu da bərabər olacaqmı yenə 2-də 1-ə? Çünki eyni şeydir də tərs mütənasib asıllıqdır. İndi gəlin bir-bir cavablara baxaq. Deyir ki, birincidə ikinci çarx saat əqrəbinin hərəkəti istiqamətində fırlanır. Bax, bu istiqamətdə fırlanırsa, bu istiqamətdə. İndi təsəvvür edin, bax, bu hansı istiqamətdə fırlanacaqdır? İkinci çarx saat əqrəbi istiqamətində yox. Saat əqrəbin əksinə baxın. Bax, bu istiqamətdə fırlanacaq, bax, belə. Saat əqrəbinin əksi istiqamətində, bax, beləsinə fırlanacaqdır. Deməli, ona görə 1 getdi, yanlışdır. İkinci çarx saat əqrəbi hərəkətinin əksi istiqamətində fırlanır. Bu doğrudur. Çünki birinci A diski saat əqrəbi istiqamətinə gedirsə, B diski saat əqrəbinin əksinə getməlidir. Sonra 3-də deyir ki, A və B nöqtələrinin xətti sürətləri eynidir. Bəli, biz bilirdik ki, qayışlı ötürmədə xətti sürətlər bərabərdir. Deməli, 3 də doğrudur. Sonra deyir ki, A və B nöqtələrinin mərkəzə qaçma təcilləri eynidir. Xeyr, eyni deyil. Bu yanlışdır. A və B nöqtələrinin mərkəzə qaçma təcillərinin nisbəti 2-də 1-dir. Bəli, tapdıq. Baxın, özümüz tapmışıq burada. Baxın, 2-də 1-ə bərabərdir. Sonra deyir ki, birinci çarx N dövr eləyəndə, ikinci çarx 2N dövr eləyəcək. Bax, görürsünüz, yazmışıq. N2 bərabər 2N1. Bəli, bu da doğrudur. Deməli, düzgün cavablarımız oldu 2, 3, 5 və 6. 2, 3, 5, 6. 4 dənə doğru cavabımız oldu. 6 cavabdan. Aha. Sonra müəllimlər, 80-ə qədər yazmışdınız, mən onların hamısına baxdım. Başqa ayrı hansı suallarınız var? 80-dən sonrasını yazmamısınız. Adil 85-də qutarır da. 85-də qutarır, azdır müəllim. Hə, lap yaxşı, əla. Ham işləmişdi müəllimlər. Mən işləmişdim.
Elə çətin olmadı müəllimə əslində. Çevrə bölməsi müəllimə bütün belə deyək də demək olar ki, testlərdə, test banklarında çevrə bölməsi narahat suallar heç çox olmur demək olar ki, az sual olur çevrədə. Yəni belə çətin olan, dolaşıq olan çevrə rahat bölmədir. Güvəndə də rahatdır, Kaspiyada da rahatdır. Müəllimə, o mövzunu əhatə eləyən o dəyişmələrə də aid belə tapşırıqlar az idi. Adam onlarda ən çox çətinlik çəkir. Hansı Sürət dəyişmə? dəyişmələrdir, yer dəyişmələrdir. Hə, burada demək olar ki, oradan sual yox idi. O topluda Orada çoxdur. toxunma. Bir də müəllimə hansı tipdə yox idi sual? O ki, çevrənin radiusunun yerdən olan məsafəsi Hə, məsələn, hə, diametr bəli. üzərində Həm yerdən həm fırlanma hərəkəti hə, olur. sürətlərin radiuslarla nisbəti, yaxud yerdən olan məsafələrlə nisbəti, o tipdə suallar yox idi burada. Hə. Onlar da ki, amma topluda falan var idi də yetəri qədər məncə. Amma müəllimə, onlar elə bil ki, son illərin elə bil ki, testləridir də, hardasa bu kitab 12 ilin kitabıdır bu test Kaspi. Hə, Həmin vaxtlar bəli. o tipdə suallar biraz elə də yox idi də. Bu həmin tipdə suallar biraz yeni suallar sayılmış hesab olunur. Qoy baxaq, MHM-də olsa buradan işləyərik. Yəni burada da olacaq təbii ki. Gəlin baxaq. Buradan başdan baxmaq istəyirəm. Elə həm düz xətlindən də gəlin işləyək. Burada biraz qayıq, çay məsələləri falan olmalıdır. Dəqiqə. Bu 20-ci suala baxaq. Deyir ki, K nöqtəsindən hərəkətə başlayan cisim əvvəlcə K-dan elə, sonra isə L-dən M-ə gedir. Bütün hərəkət müddətində cismin getdiyi yol yer dəyişməsi modulundan neçə dəfə çoxdur? Buyurun. Cavablarınızı çat bölməsinə yazın müəllimlər. Üzürlü say məlumat çıxmalı oldum. 20-yə baxırıq. Bəli, Aydın müəllimə. 20-yə baxın.
Müəllimlər, yazın görək, gözləyirəm cavablarınızı. Bucaqlardan istifadə eləyin. Yaza bilmədiniz müəllimlər sualı. Aysən müəllimə, burada 37 ilə qarşısındakını biz 60 dərəcə götürürük da, səhv eləmirəmsə bu el tərəfi. Neçə dəfə götürürük? Nə qədər götürürük? 37 dərəcə eli 53 götürürük. Hə, buranı deyirsiniz də, bəli, bura 53 dərəcədir. Aha. Hə. Aha. Müəllimə, mən K50 götürdüm 4, KM-i götürdüm 3, eləm də 5 şərti olaraq da. Elə götürəndə nisbətlərim nəzərə alınmır. Aha, çünki düz götürmürsünüz axı müəllimə. Çünki 37 dərəcəli bucaq qarşısındakı tərəfə biz 3x deyirik. 53 dərəcəli bucaq qarşısındakı tərəfə 4x deyirik. O zaman elemdə 3 4-dən olacaq 5x. 3 4 5 bucağı. Yəni siz yerlərini dəyişik yazmısınız ona görə. İndi deyək ki, K-dan elə gəlib cisim, L-dən M-ə gəlib. Deməli bunun getdiyi yolu 3x ilə 5x-in cəmi olacaq 8x. Yer dəyişməsi isə nə qədərdir? K-dan M başlanğıcdan sonu birləşdirəm. Yer dəyişməsi isə 4x-dir. Bizə də deyir ki, getdiyi yol yer dəyişmədən neçə dəfə çoxdur? Deməli neçə dəfə çox olacaq? 2 dəfə. 2 dəfə. 8x-i 4x-ə böləcəksiniz olacaq 2. Kimə nə qaranlıq qaldı desin. Qaranlıq verməliyəm. Mən mexaniki səhv eləmişəm. Bayaqdan deyirəm bu cavab niyə çıxmır? Tərsinə yazılır. Aha. Mən orada başlayıram. O 3 4 qism yəni hardan alırıq, onu bilmirəm. Necə? 3x 5x Hə, yəni. bilirsiniz müəllimə, bax bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda biz bilirik də, məsələn, pipetonuz 5-dirsə, katetlər 3-4 olur da, 3-4 5 üçbucağı. Sonra məsələn 6-8-10 deyə bilirik. Hə, aysan. Bəli, ona görə bunu bir qeyd olaraq bir tərəfə yazın. Məsələn, bəzi məsələlər olur ki, bucaq verilir. Bax gördünüz necə rahat tapdıq. Məsələn, 37 dərəcəli bucaq qarşısındakı tərəfə 3x deyirik. Bax bunu bir qeyd olaraq yazın. Qoyun mən bura yazıram. Bax 37 dərəcə qarşısındakı tərəfə 3x deyirik, üzr istəyirəm. 3x deyirik. Sonra 53 dərəcəli bucaq qarşısındakı tərəfə 4x deyirik. Avtomatik olaraq 90 dərəcəli bucaq qarşısındakı tərəfimizdə olacaq nə qədər? 5x. Çünki 3 4 5 üçbucağı daxil. Bax bunu bir qeyd olaraq bir tərəfə yazın. Məsələn, bu ağırlıq qüvvəsinin təsiri altında hərəkətdə də bizim çox işimizə yarayır. Orada da elə şeylər olur ki, bax biz bunu əlaqələndiririk. Bax bunu bir qeyd olaraq yazın. 37 3x, 53 4x, 95x. Zaten olsa 90-a ehtiyac yoxdur. 3 4-dən bilirik ki, onsuz da hipotenuzumuz avtomatik 5 çıxacaq. Çünki kökün altında 3-ün kvadratı 9, 4-ün kvadratı 16, 9-dan 16, 25, 25-dən çıxır 5. Bir çox isim olar. Buyurun. Bəli, mən eşidirəm. Müəllimə, məsələn 37-nin əvəzinə məsəl üçün 40 yaza bilərlər ya 50. Xeyr, müəllimə. Burada da elə rəqəmlər verirlər ki, elə ədədlər verirlər ki, biz buna, məsələn, bir tərəf 37, digər tərəf 53 olur. Çünki 37-də 53 cəmi 90, digər tərəfdə 90, cəmi 180 olmalıdır. Üç bucağın daxili bucaqların cəmi. Burada da həmişə elə ədədlər verirlər ki, yəni biz bunu yaza bilək də, rəqəmlər alınsın. Narahat olmayın. Orada sizə belə bilmədiyiniz rəqəm vermirlər. Məsələn, 40-50 vermirlər. Bu elə 37-də 53 verirlər. 40 yenə mənim 40 ilə 50 yenə 90 idi. Ona görə deyirəm. Başa düşdüm də, yəni deyirəm 40 ilə 50-ni vermirlər sizə. 37-də 53 verirlər. O cəmi 90 eləyən 37-də 53 verirlər. Deməli baxırıq 8-ci suala. Deyir cisim, bir dəqiqə. Cisim A nöqtəsindən başlayaraq A, B, C, D, Y trayektoriyası üzrə hərəkət edərək yolun Y nöqtəsinə gəlir.
Bizə deyir ki, hərəkət 20 saniyə tamamlandığına görə yer dəyişməyə nəzərən orta sürəti tapın. Şəkli yaxınlaşdıram biraz sizə. Belə baxın. Yəni A-dan başlayır, Y-yə gəlir və hərəkətə 20 saniyə vaxt sərf edir. Hamı yazsın müəllimlər, gözləyirəm sizi. Deməli müəllimlər, bizə deyir ki, yer dəyişməyə görə orta sürəti tapın. Deməli, yer dəyişməyə görə orta sürət deyildiyi üçün, deməli, mənə lazımdır nə? Yer dəyişmə. Deməli, yer dəyişmə nə idi? Cismin başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Tamam, başlanğıcla sonu birləşdirdim. Yəni, mənə bax, bu məsafəni tapmaq lazımdır. İndi mən bu məsafəni necə tapıram? Bax, bu məsafəni tapmaq üçün, bax, burada belə bir, bəli, dizbucaqlı bir üçbucaq yaradıram da, elə bilin ki, burada. Deməli, mənə bu yer dəyişməni bilmək lazımdır. İndi bu katetləri tapmalıyam da, mən düzdürmü? Baxın, buradan bura qədər məsafə 60-dırsa, bu tərəfdə 20-dir, düzdürmü? Deməli, bu 20-ni yuxarı köçürsəm, deməli, bu ümumi məsafəm katetin biri olacaq nə qədər? 80. Düzdür? İndi bu birisi kateti tapmalıyam da, bax bu katetimi tapmalıyam. Bu katetdə ümumi uzunluğum 70-dir. 70-dən də bura 10-nu çıxanda, deməli bu katetin də payına qalacaq 60. Deməli o zaman mən yer dəyişməni tapanda kökün altında katetləri tapmalıyam, kvadratları cəmini. Yəni belə bil ki 6, 8, 13 bucağıdır. Buradan nə çıxacaqdı? 100 çıxacaqdı, amma gəlin yazaq yenə. 60-ın kvadratı üzərinə gəlinsin 80-in kvadratı. Deməli bundan da bizə çıxacaq nə qədər? 100. 6, 8, 10. 60, 80, 100. Tamam, bunu tapdıq. Yer dəyişməmiz 100. Bizə deyir ki, axı orta sürəti tapın. Deməli, o zaman S-i böləcəm zamana. Yer dəyişməni tapdım 100. Zamanı da özü mənə verib ki, 20 saniyədir. Hərəkətə sərf olunan zaman 20-dir. 100-ü də 20-yə böləcəm, olacaq 5 metr bölünsün saniyə. Baxın, görüm, hamı yazıb mı? Yəni, demək olar ki, hamı yazıb cavabları. Çay məsələlərinə baxaq, görək. Çay məsələlərində nə var burada? Deməli, 19-cu suala baxıram. Deyir, axın sürəti sabit olan çaya O nöqtəsindən X və Y üzgüçləri göstərilən istiqamətlərdə daxil olurlar və qarşı sahildə K nöqtəsindən çıxırlar. İndi bizə deyir ki, buna əsasən üzgüçlərin qarşı sahilə çıxma müddətlərinin Tx bölü Ty nisbətini tapın. Şəkli yaxınlaşdırıram ki, yaxşı görəsiniz. Buyurun.
K nöqtəsindən çıxır. Hər bir üzgüçü qarşı sahilə K nöqtəsindən çıxırlar. Bunu özləri bizə şərt olaraq veriblər. Hamı yazsın müəllimlər. Burada Ayşel müəllimə, biz onun çayı üzüb keçmə müddətini V-nin Y toplananına görə tapırdıq. Aha, bəli. Tamamilə doğru. Deməli deyirsiniz ki, üzgüçünü qarşı sahilə aparan sürətin Y oxu üzrə proyeksiyasıdır. Deməli düsturumuz belədir. T bərabərdir D bölünsün VY. D nədir? Çayın enidir. Yəni bu çayın eni dəyişmir ki, hər iki üzgüçü üçün eyni bir qiymətdir də. Deməli dəyişən ancaq nə olar? Həmin üzgüçülərin sürətlərinin Y oxu üzrə proyeksiyası. İndi Tx-i tapıram. Tx bərabər olacaq. Çayın eni dəyişmir. Elə D olaraq yazıram. İndi baxırsınız mənimlə, baxın bu Vx üzgüçüsünün elə Y oxu üzrə proyeksiyası nə qədərdir? 2 damadır da. Düzdürmü? Bax, deyil, elə bu 2 damadır. Bunu yazdıq. İndi Ty hesablayıram. Ty də bərabər olacaq. Yenə çayın eni dəyişmir. Elə eyni D-dir də, yəni 4 damadır. Ben dama ilə yazmıram, D ilə yazıram. İndi bu VY-i, indi bu müəyyən bucaq altına daxil olduğu üçün mən bunu proyeksiyalara ayırıram. Bir X oxu üzrə proyeksiyası bu olacaq, Y oxu üzrə proyeksiyası bu olacaq. VY-in, bax bu Y üzgüçüsünün. Deməli ona görə Y üzgüçüsündə, yəni Y oxu üzrə proyeksiyası 2 damadır. Deməli, hər iki üzgüçü D bölü 2 müddətə qarşı sahilə çıxacaq. Buna görə də bunların nisbətləri, yəni Tx bölü Ty nisbətimiz nəyə bərabər olacaq? 1-ə bərabər olacaq. Yəni, bunu bir qayda olaraq yadımızda saxlayaq. Üzgüçünü qarşı sahilə aparan həmin üzgüçünün sürətinin Y oxu üzrə proyeksiyasıdır. Bəli, Aygül müəllimə, buyurun. Müəllimə, düsturun özündə Y oxu üzrədir, hə? Bəli, bəli. D bölünsün VY. Ancaq X oxu üzrə proyeksiya lazım deyil bizə qarşı sahilə çıxmada. Ancaq Y oxu üzrə proyeksiya lazımdır. Bir də müəllimə, bu Tx bərabərdir D bölü 2, X-in 2 daması yazdıq. Hə, Vx-i, Y-də necə oldu? Y-i bilmədim. Tamam. Baxın mənimlə. Vx onsuzda, yəni belə deyək də, bax bu istiqamətdə daxil olub, elə bunun Y oxu üzrə proyeksiyası da eyni özünə bərabərdir də, 2 damadır. Amma görürsünüz, VY bucaq altındadır. Mən sizə desəm ki, Aygül müəllimə, bax bu cismi, bax bu vektoru proyeksiya ayırın. Bir bu istiqamətdə ayıracaqsınız X oxu üzrə. Bir də Y oxu üzrə, düzdür. İndi bax bunun Y oxu üzrə proyeksiyası nə qədər oldu elə? 2 dama deyil. Ay sağ olun, bu 2 o 2'dir də. Hə, bildim. O bir üzgüçü ilə üst-üstə düşdü da. Bəli, bəli. Aha, 3-cü suala baxırsınız müəllimlər. Düz xəttlə hərəkət edən cisimlərin koordinatlarının zamandan asıllıq qrafikləri verilib, hansı cismin getdiyi yol yer dəyişməsinin modulundan böyükdür?
Bəli, Aygül müəllimə, Toplu'nun sualıdır. Və burada bir qaydamız var idi. Cismin getdiyi yol nə zaman yer dəyişmə modulundan böyük olardı? O zaman böyük olardı ki, əgər cisim hərəkət istiqamətini dəyişərsə. Deməli, baxıram ki, cavablarda hərəkət istiqamətini dəyişən qrafik hardadır? C variantındadır. Çünki birinci hissədə baxın, x ox istiqamətinə bərabər sürətlə gedib. Qrafikin ikinci hissəsini gətirib koordinat başlanğıcına köçürsəz, İkinci hissədə isə x oxun əksi istiqamətində bərabər sürətlə hərəkət edib cisim. Deməli, hərəkət istiqamətini dəyişib. Bir gedib, sonra qayıdıb. Deməli, bu cismin getdiyi yol yer dəyişməsindən böyük olacaqdır. Bəli, tamam. Burada B variantı müəllimlik bilmirəm. Aha, D variantı. Baxın indi, hə. Bax, D variantına baxaq müəllimə. Bax, bu nə deməkdir? Bu deməkdir ki, bu cisim sükunətdədir, düzdürmü? Sükunətdədir, sonra da başlayıb x ox istiqamətinə bərabər sürətlə hərəkət edib. Yəni, hərəkət istiqamətini dəyişmək yoxdur burada. Dayanıbdır. Dayanandan sonra da sadəcə x ox istiqamətinə hərəkət edib. Baxın, adı da eyni şeydir. Dayanıb əvvəlcə. Yəni, bu koordinat zaman... B variantı deyirəm, müəllimə, B variantı. B deyirsiniz. Elə bildim, dəyişdim. Üzrlü sayın. Hə, məsələn, baxın, B-yə baxın müəllimə. B-də x ox istiqamətində də bərabər sürətli gedib. Sonra sadəcə sürətini azaldıb. Görürsünüz, qrafikin dikliyi azalıb. Yenə x ox istiqamətinə bərabər sürətli gedib. Siz bu ikinci hissəni koordinat başlanğıcına sürüşdürsəz, yenə görürsünüz, zaman oxun üzərində qrafik alınır. Hər ikisində x ox istiqamətində bərabər sürətli gedib. Amma C-də gördünüzmü? İkinci hissə zaman oxundan aşağı düşdü. Yalnız bir qayda istiqaməti dəyişməyi əsas götürürük də burada. Necə Samira müəllimə? Yəni istiqamətin Bəli, dəyişməyini bəli. əsas. Baxın müəllimə, elə bil ki, bu siz necədir? Məsələn, bax x ox istiqamətində getdi, sonra dayandı, hərəkət istiqamətini dəyişdi, x oxun əksinə gəldi. Düzdür? Bunun getdiyi yolda tapsaz görürsünüz bu qədər yol gedibdir. Amma yer dəyişməsini tapsaz burada ya eyni yerə gəlsə 0 olacaq, uzağa biraz az gəlsə müəyyən bir balaca bir qiymət alacaq da kiçik bir qiymət alacaq. Görürsünüz, getdiyi yol yer dəyişmədən böyükdür. Elə bilin ki, evdən çıxmısınız, məktəbə getmisiniz, sonra yadınızdan çıxıb ki, nəsə evdə qalıb, telefonunuz evdə qalıb, qayıtmısınız evə. Xeyli yol getmisiniz, amma yer dəyişməniz yenə məsələn kimsə sizi soruşsa, deyəcəksiniz ki, evdəyəm. Bayaq da evdəydiniz, indi evdəydiniz. Yer dəyişməniz 0-dır. Amma görürsünüz, yol getmisiniz, məktəbə getmisiniz, bir də qayıtmısınız. Müəyyən qədər yol getmiş olursunuz. Görürsünüz, getdiyiniz yol yer dəyişmədən böyükdür. Bəli. Sonra burada bir sualımız var idi. 11-ci suala baxaq. Deyilir ki, yol ayrıcına birinci avtomobil V1, ikinci avtomobil isə V2 sürəti ilə yaxınlaşır. Buna əsasən ikinci avtomobilin birinciyə nəzərən sürətinin istiqamətini təyin edin və bizə də şərt verib ki, V2-nin sürəti V1-in sürətindən böyükdür. Cavablar bu birisi tərəfdədir. Bir dəqiqə. Cavablar bax bu cavablardır.
Hamı yazsın müəllimlər. Hamı yazsın müəllimlər. Deməli, baxın, birinci avtomobil budur, ikinci avtomobil də budur. Deməli, nə etməliyik? Yəni, bunların sürətlərini, nəzərən sürətlərini tapmaq üçün bunların başlanğıclarını eyni nöqtəyə gətirməliyəm. Tutaq ki, bu ikinci cismi, ikinci maşını gətirdim, qoydum bura. Yəni, bunun sürəti, birincinin sürəti bax bu istiqamətdə olsun, belə bir istiqamət olsun. Birincinin istiqaməti budur, ikincini də gətirdim, qoydum belə, yuxarıya doğrudur da. Bu da olsun ikinci. İndi mənə deyir ki, ikinci avtomobilin birinci avtomobilə nəzərən sürəti. Yəni 2-nin 1-ə. 2-nin 1-ə nəzərən sürətini tapanda V2-dən V1-i çıxırdım. Biz də deyirdik ki, müəllimlər, istiqamət tapanda həmişə nə edirdik? Çıxılandan azalana doğru, düzdürmü? İndi baxın, V1 aşağıda olanda da budur. Deməli, mən istiqaməti V1-dən V2-yə doğru çəkməliyəm, düzdürmü? Bu istiqamətdə. Deməli, bu olacaq, bax, bu vektor olacaq bizim ikinci cismimizin, birinci cismə nəzərən fərq vektoru. Bax, gördünüz, hansı istiqamətdə oldu? Bu istiqamətdə. İndi, məsələn, siz deyə bilərsiniz ki, tutaq ki, müəllim, siz ikinci vektoru gətirdiniz, ikinci cismi gətirdiniz, yuxarı qoydunuz. Tutaq ki, mən gətirib birincini bunun yanına qoyuram. Yenə eyni cavab almalısınız. Əgər düz eləmişsinizsə, eyni cavab. İndi, bax, ikinci cisim bu istiqamətdə gedir. Birinci cismin sürəti bu istiqamətdə idi. Axı, gətirib başlanğıclarını bir nöqtəyə qoyuram. Bax, V1-i də köçürdüm bura. İndi yenə 1-dən 2-yə doğru deyilmi? İkincinin birinciyə nəzərən fərq vektoru 1-dən 2-yə doğru. Yəni, gətirin, çəkin, bax, 1-dən 2-yə doğru. Gördünüz? Yenə eyni şeydir, baxın. Yenə bu 2-nin 1-ə nəzərən. Deməli, burada baxaq görək hansı variantı. Yəni, gördünüzmü? Yəni, aşağıdakını da yuxarı sürüşdürsəm, köçürsəm, yuxarıdakını da aşağı sürüşdürsəm, eyni cavab almalıyam. Burada fərqli cavab ola bilməz. Deməli, burada hansı variantı olur? D variantı olur. Baxın, görüm, D-ni kim yazıb? Samirə müəllimə yazıbmış, sonra Sonradım. Sonra Y yazmışdım. Aha, bəli. Düzünü səhv eləyib. Birinci bir satmışdım, bəli. Ayda müəllimə yazıb, bu da qarşısına bir qəşəng yekə sual qoyub, yəni dəqiq bilməyib. Aha, yazmışdınız, amma qarşısına sual qoymuşdunuz Ayda müəllimə. Uşaqlar sözünün Allah başa düşdüm, o qədər olur. Yəni, dəqiq o çıxdı. Hə, D variantıdır müəllimə, dedi. Onuncu suala baxın. Koordinat tənliyi x bərabər 2 üstəgəl 6t çıx t kvadratı kimi olan cisim neçə saniyə sonra dayanır? Görüm yadınızdan çıxmayıb ki, bu sualları işləmək. Dayanar demək nə deməkdir? Yəni, son sürət 0 olmalı. Deməli, koordinat tənliyi verilibsə, mən koordinat tənliyindən nəyə keçməliyəm? Sürətə. Yəni, törəm almalıyam. Törəm alanda olacaq V bərabər 6 çıxılsın 2t. Dayanması üçün bu V-nin tənliyini 0 eləməliyəm. Burada da t bərabər olacaq 3 saniyə. Qəşəng. Bunu hamı dedi belə. Bəs niyə yazmamışdınız ora? Az müəllim yazmışdı. Mən elə qusarmamışdım siz başlayanda. Ona görə çatdıra bilmədim. Tamam. Deyə çatdırdım işi. Yaxşı.
Hə, mən də müəllimə qaralama elədim, cavabı aldım. Siz başladınız, ona görə yazmadım. Tamam. 16-cı suala baxaq. Düz xəttlə hərəkət edən cismin koordinatın zamandan asılılıq qrafiki verilib. Buna əsasən deyir ki, bu variantlardan verilənlərdən hansı doğrudur? Buyurun, doğrularını seçək. Hamı yazsın görün müəllimlər. Görüm kim düz yazacaq bu sualın cavabını. Deməli, Sual eləyəməsin. biz 2 Mən müəllim orada səhv yazdım mənim. eyni anda Necə? dediniz. Mən orada səhv yazdım, ancaq belə bildim ki, yəni nədir. Aha, səhvinizi bildiniz. Bəli, səhvimi bildim. Tamam. İzah edin Deməli- Samirə müəllimə onda. Demək 0T anında bu x oxu birinci cavabda deyir ki, cisim bütün hərəkət müddətində x oxu istiqamətində olub. Amma baxırıq ki, 2T ilə 3T aralığında biz bunu aşağı sürüşdürəndə bu x oxunun aşağı düşür. Burada x oxu istiqaməti olmur. Bu yanlışdır. T ilə 2T aralığında koordinat sabit olanda sürət 0 olur, hərəkət olmur. Aha. Sükunətdə qalır. Amma yalnız 2T ilə 3T aralığında bərabər yeniləşəndə, bəli, bu təcilli hərəkətdir. Qrafik əyri qrafik olduğuna görə mən onu həmişə elə yadda saxlayıram ki, təcilli hərəkətdir. Yalnız C variantı. Aha. Bəli, mən də elə yazmışdım. Tahirə müəllimə, indi sizin səhviniz hardaydı mənə deyin görüm. Mən 3-ü seçmişdim də, 3-ü seçməməliymişim. Y variantını yazmışdım mən. 3-ü seçməliydiniz, 2-ni seçməməlisiniz. İçini Mən ikini seçmişdim. Bax deyir ki, T2T aralığında müəllimlər bir dənə baxın. T2T aralığında bu çaşdırır. T2T aralığında deyir sürət sabitdir. Bu koordinat zaman qrafikində bu grafikin sükunətdir, zaman bəli, oxuna bəli. paralel olmağı bu cismin sükunətdə, hərəkətsiz Bəli, olmağı bəli. deməkdir. Burada isə deyir ki, sürət sabitdir. Bəli. Sürət sabit olmaq da o deməkdir ki, yəni bərabər sürətlə hərəkət edir. Axı burada hərəkət yoxdur. Ona görə biz bu ikini Bəli, bəli. seçmirik. Bəli, bu ona görə bu VT sual verir. qrafikinə Ona görə qarışır da. mən- Adam VT qrafikinə qarışır. Hə, o Bəli. X-ə fikir verməmişəm ona görə. Hə, bu mən sizin bu diqqətinizi yoxlamaq üçün vermişdim bu sualı əslində. Yəni C variantını götürmüşdüm. Bəli, mən. doğru cavab C-dir. Deməli, Mirvari müəllimə yazıb, Samirə müəllimə yazıb C-ni, Könül müəllimə yazıb. Sağ olsun müəllimlərimizin hamısı fərqli-fərqli qəşəng cavablar yazıblar. Çox adam da yeni yazıb. Hamınızla gəlib danışacağam da yəni. Hazırlaşıram. Üçüncü sual. Haqlıyam Aygül müəllimə. Aha, sükunət vəziyyətindən. Amma səhv yazdım. Hə, elə onu bilirdim ki, orada səhv eləmə ehtimalınız var, ona görə vermişdim o suala. Tamam, üçüncü suala baxaq. Deyir, sükunət vəziyyətindən hərəkətə başlayan cismin təcilinin zamandan asılı qrafiki verilib. Buna əsasən cismin 6-cı saniyədəki sürətini tapın. Səhv eləmə ehtimalınız 0-a bərabərdir. Buyurun.
Müəllimə, burada sürət zaman qrafikinə keçmək lazımdır da əvvəlcə. Deməli 6 saniyədəki sürətini istəyir. Sizə AT qrafiki veriləndə necə keçirdik? Nə edirdik? Necə hesablayırdıq? Ya sürət dəyişməsinə bərabərdir fikrun Aha, sahəsi. bəli, sürət dəyişməsinə Getmək bərabər. lazım. Bəli, sürət dəyişməsinə bərabər. Bax, elə oradan getməlisiniz. Aysel müəllimə, burada elə fiqurların sahəsi sürət dəyişməsini verir də bizə. Bəli. Sükunət vəziyyəti üçün dediyi üçün də bizə bir daha asan formada verib də başlanğıc sürət 0-dır. Biz də bilirdik ki, AT qrafikində fiqurların sahələrini işarə nəzərə almaqla tapıb toplayanda bizə sürət dəyişməsini verir. Birinci fiqurun sahəsi 10 vurulsun 4-dən olacaq 40. İkinci fiqurun sahəsi bu tərəfimiz 4 ilə 6-nın arası 2, 2-ni -5-ə vurduz, oldu -10. Deməli, bax işarəni nəzərə alırsınız ha müəllimlər. Deməli o zaman bizim delta V-miz bərabər olacaq 40 üstə gəlinsin -10-dan olacaq nə? 30. Delta V-də V çıxılsın V0-dır əslində. Sadəcə olaraq bizim V0-ımız 0 olduğu üçün elə son sürətimiz olacaq nə qədər? 30 metr/saniyə. Burada bir dənə də qəşəng sualımız var. O suala da baxaq müəllimlər. Mən də mənfini nəzərə almadığım üçün mən də 50 aldım. Hə, yox, mənfini bax o qaydanı görürsüz. Mən həmişə deyirəm ki, işarə nəzərə almaqla tapıb toplayanda sürət dəyişməsini verir. Bu 13-cü suala da baxın. Bu yaxşı sualdır. Görün bunu kim diqqət edib işləyə biləcək. Mən izah edeyim. Aha, buyurun. Sx bərabər 2t minus t kvadratı elə yer dəyişmə tənliyində zamanı yerinə qurmuşam. Almışam 12 çıx 36 -24. Orada sürəti də tapanda s bölü t-ni hesablayıb -24-ü də 6 saniyədəkinə 6 saniyə bölürük, alırıq -4. Aha, başqa üsulla yazan var müəllimlər bu sualı? Mən də Səmrə müəllim dediyi kimi eləmişəm mən. Törəmə almaq lazım idi.
Bilirsiniz necə müəllimə? Burada siz mənə deyin görün. Bu cisim hərəkət istiqamətini dəyişib yoxsa yox? Sürəti x oxundadır, x ox istiqamətində, təcil amma mənfidir. Yəni hərəkət istiqamətini dəyişib yoxsa yox? 2 saniyə, ikinci saniyədə hərəkət istiqamətini dəyişib. Ay sağ ol. Deməli bu cismin sizə getdiyi yolu desəydi, burada əslində rahatdır, yer dəyişməni deyib. Getdiyi yolu desəydi, artıq fərqli cavab alacaqdınız. Yəni məsələn, Samira müəllimə, siz bunu yer dəyişməyə görə tapdınız. Bu yolunuz yer dəyişməyə görə doğrudur. Amma burada sizə desəydi ki, yola görə orta sürəti tapın, sizin cavabınız səhv olacaqdı. Çünki bu cisim yol sıfır ola bilməz. Yol sıfır ola bilmədiyi üçün Mənfi olmayacaqdır. aha, həm mənfi olmayacaqdı, həm də bu mənfi 4 cavabını almayacaqdınız. Siz nəyə görə? Çünki bu cisim, bax müəllimə dediyi kimi, dayanacaqdı. Çünki bax görürsüz, yavaşlayan hərəkət edib. Dayanıb, sonra hərəkət istiqamət 2 saniyədə bu cisim dayanacaqdı. Son sürəti 0 olacaqdı. Dayanandan sonra 6 saniyə axı deyir hərəkətdə olubdu. Deməli, son 4 saniyəni isə deməli neyib hərəkət istiqamətini dəyişib. Biz də bilirdik ki, deyirdik ki, əgər cisim hərəkət istiqamətini dəyişirsə, bax bayaq qrafikinə də baxdıq. Deyirdik ki, deməli getdiyi yol yer dəyişməsindən böyükdür. İndi mən bunu başqa bir yolla həll eləyəcəm sizə ki, nə zamansa sizin qarşınıza çıxanda ki, yola görə orta sürəti tapın və hərəkət yavaşlayan hərəkət olarsa, artıq burada sizin cavablarınız fərqli olacaq. Bu tapdığınız cavab ödəməyəcək. Çünki bu hərəkət istiqamətini dəyişib. Bunun getdiyi yol yer dəyişməsindən böyük olacaqdır. Yəni izahımı başa düşə bildiniz nə demək istəyirəm? Müəllimə, hərəkət istiqamətinin dəyişməsini hardan bildik? Tamam. İndi gəlin baxaq. Bax, sürəti tapıram. Yəni yer dəyişmə tənliyinə sürətə keçirəm. Tənliyimiz o zaman olacaqmı? 2 çıxılsın 2t. İndi mən sizə deyirəm ki, müəllimə, yəni hərəkət istiqamətinin dəyişməsi üçün bu cisim ilk öncə dayanıb sonra hərəkət istiqamətini dəyişməlidir. Bax, bu tənliyi sıfıra bərabər eləsəz. T bərabər olacaqdır. Deməli 2t bərabər olacaqdır 2-yə. Buradan t bərabər olacaq 1 saniyə. 1 saniyədə bu cisim hərəkət istiqamətini dəyişəcək. Bax, t-nin yerinə 1 qoysanız 2 dəfə 1 2, 2-dən 2 çıxanda 0. Deməli bu cismin son sürəti 0 olur 1-ci saniyədə. Sonraki 5 saniyə var. Bax görürsüz bizə 6 saniyə deyir. Deməli bu 6 saniyə hərəkətdə olubsa, 1-ci saniyədə dayanıbsa, deməli son 5 saniyəni hərəkət istiqamətini dəyişəndən sonra hərəkət edibdi o 5 saniyəsini. Başa düşə bildiniz Mirvar müəllimə? Bəli. Tamam. İndi gəlin baxaq. Deməli bunu tapdıq ki, bu cismin 1 saniyədə sürəti oldu nə? Son sürəti oldu 0. İndi gəlin görək bu son 5 saniyəni necə hərəkət edibdi? Son sürəti 5-ci, daha doğrusu sonuncu 6 saniyədə, 1-ci saniyə ilə 6-cı saniyənin arasında keçən 5 saniyədə sürətini nəyə çatdırıbdı? Deməli ona görə belə yazaram da v bərabərdir. İndi artıq burada 1 saniyədə sürətimiz 0 olub axı, dayanıb. Başlanğıc sürət 0-dır. 0 çıxılsın. 2 vurulsun, yəni təcilimiz 2-dir, zamanımız isə 5-dir. Deməli, sürət oldu -10. İndi mən buradan keçirəm nəyə müəllimlər? Sürət zaman qrafikinə və t qrafikinə keçirəm. Bax, bu hansı hərəkət üçündür? Bu sizin hal-hazırda, yəni müəllimə dediyi yolla çox rahatlıqla bu məsələni həll eləyərdiniz, yerinə qoyub hesablayardınız. Mən indi dediyimi də, yəni bu yer dəyişməyə görə sürəti də tapanda bu yolla tapa bilərsiniz. Amma mən əsasən bunu həll edirəm ki, siz qarşınıza çıxanda yola görə orta sürət burada çaşmayasınız. Çünki bu yavaşlayan hərəkətdir. Burada əgər cisim hərəkət istiqamətini dəyişibsə, getdiyi yol yer dəyişməsindən böyük olacaq. İndi bax qururam. Deməli cismin başlanğıc sürəti nə qədərdir? Başlanğıc sürəti 2-dir. Deməli 2-dən başlayıb bu cisim yavaşlayan hərəkət eləyib, gəlib 1 saniyədə sürəti olub nə qədər? 0. Sonraki saniyədə isə, sonraki bu 1 ilə 6-nın arasında isə bu cisim hərəkət istiqamətini, daha doğrusu hərəkət istiqamətini dəyişib sürətini çatdırıb -10-a. Deməli o zaman qrafikin arxasını hərəkət belə gətirsəm, bax belə. Bu 6-cı saniyədə bu cismin sürəti olub nə qədər? -10. İndi siz bax bu fiqurların sahəsini tapıb ümumi zamanda böləndə orta sürəti tapmış olursunuz. Yəni bu daha doğru cavabdır, daha doğru həldir. Nəyə görə? Yola görə orta sürəti tapmaq üçün. Deməli bax birinci fiqurumuzun sahəsi bura 2 dəfə 1 2, 2-nin yarısı olacaq nə qədər? 1. Düzdür? İndi aşağı fiqurun sahəsini tapsaz 1 ilə 6-nın arası 5, 5-i -10-a vurdunuz -50.
Buradakı figurumun sayfası oldu -25. Deməli o zaman sizin yer dəyişməniz olacaq nə qədər? -25 ilə 1-i toplayanda -24. Düzdür? Orta sürətimiz də o zaman olacaq -24-ü böləcəksiniz 6-ya olacaq -4. Gördünüz Samirə müəllimə yenə -4 aldıq. İndi burada sizə desəydik yola görə orta sürət görün indi nə olacaqdı? Siz 1 ilə 25-i toplayıb 26 eləyib 26-nı 6-ya böləcəydiniz. Təbii ki indi orada elə rəqəm veriləcəkdi ki, indi bölünən rəqəm olsun da. Bölmək mümkün Hə. olsun. Yol burada yerləşmədən böyük olacaq. Aha, bəli. Çünki niyə yer dəyişmədən böyük olacaq? Çünki hərəkət istiqamətini dəyişəcək bu cisim. Dəyişir daha doğrusu. Birinci saniyədə bu cisim son sürəti 0 olur. 0 olursa deməli dayanıb təzədən hərəkət istiqamətini dəyişibdir. Aydın oldu? Mən bir şey soruşum da bu. Buyurun. Yola görə də eyni belə gedirik. Sadəcə 1 üstəgəl 25 Ay yazırıq sağ da ol, mən. bəli, bəli. Bir Yol istəgən. mənfi olmadığına Bəli, görə də yol bəli, mənfi olacaq. bəli. O yol olanda görürsüz biz topla da nə qədər sual var idi belə. Məsələn deyirdi ki, gedilən yolu hesablayın. Gedilən yolu hesablayın deyəndə tutaq ki, 1 ilə 25-i toplayıb deyəcəksiniz 26-dır. Yer dəyişməni hesabladığında mənfi nəzər alacağıq. 1-dən 25-i çıxacaq, olacaq -24. Görürsüz yazmışam burada. Bu məsələnin həlli aydın oldu. Bax bu çox maraqlı məsələdir. Burada diqqətli olun. İndi rastımıza çıxanda sizə yenə belə bir sual verəcəm. Yəni indi ki biraz yadınızdan çıxandan sonra. Aydındır bu. Biz əslində şansa -4 almışıq da. Yəni elə bir şey Yox, olardı. ki, şansa -4 -4 Yer dəyişməyə görə Al- düzgün cavab aldınız. Siz yer dəyişmə olduğu üçün da cavabınız doğrudur. Yəni o yolla gedib doğru cavab almısınız. Amma burada yer dəyişmə yox, yol desəydi, sizin -4-ünüz cavabınız səhv olacaqdı. Aydın oldu? Demək istəyirəm, yəni yer dəyişməyə görə həmişə bizim getdiyimiz yolla getsək ala Hə, bilərik. yer dəyişməyə görə doğru olacaqsınız. Amma yola görə bu cavabla bu yolla getsəz səhv alacaqsınız cavabı. Çünki artıq orada o sizə -24 sizin yer dəyişmənizdir, yolunuz deyil. Aydın oldu? Bəli, mənim aydındır. Çox sağ olun. Sizə sağ olun. Deməli müəllimlər, o zaman ev tapşırığımız nə oldu? Bundan sonraki bölmə nə idi? Çevrədən sonra Newton qanunları idi, düzdürmü? Newton qanunları da özü 2 bölmə elə bil vermişdilər, hə, bir yerdə. Orada çoxuydu Aysel müəllimə. Newton, hə, 2 bölmədə ona görə. Newton qanunları statikanın əsasları. Qoyun baxım görün neçə sualdır bu. Newton qanunları statikanın əsasları. 145 dənə. 145 dənə. Çox olar sizə 145 dənə. Çox olarsa yarı-yarı Newton qanunlarını işləyin, statika qalsın. Əgər yox, çox olmazsa işləyin. Yarı olsun da müəllimə. Çünki o birisi bölmələr də var. Mənim biz 2 dəfə qoşuluruq. Elə bir o birisi də gəlir üstünə. Tamam. Ona görə bir Yaxşı, olur. o zaman Newton qanunlarını işləyin. Yenə dərsdə eyb yox, vaxtımız qalarsa belə indi biraz da onda MHN-dən çevrəyə baxarıq. Yəni onda yarı işləyin. Newton qanunları hara qədər gedirsə, Newton qanunlarını işləyin, statika qalsın. Yaxşımı? Aha, tamam. Olsun. Oldu müəllimlər, sağ olun. Kaspidən işləyəcəkdə Bəli, Kaspidən. Kaspidən Newton qanunları, baxın. Kaspidən Newton qanunları, statika qalsın. Oldu müəllimlər. Mənə başqa sözünüz, sualınız varmı? Xeyr, çox sağ olun. Oldu, sağ olun müəllimlər, sağ olun. Gecəniz xeyrə, sağ olun.